Bu üzümlə birlikdə yeni çıxmış biologiya fənni üzrə 9-cu sinif təhsilin və başqa 9-cu sinif təhsili haqqında öz fikrimi bildirəcəm 8-ci sinif olaraq. Yəni baxmayın ki, 8-ci sinifəm, hal-hazırda mənim 9-cu sinif biologiyam, kimyam, fizikam var və baxaq görək onlarla fərqi nədir? Yəni düzgün materiallarmıdır? Uşaqlara təsiri olacaqmı? Başlayaq birinci biologiya fənni üzrə 9-cu sinifdən. Ola bilər ki, burada baxın, yəni indiki 9-cu biologiya budur. İndi yazaq bura biologiya. Axtara bax. Bu saytın adı trims.edu.az-dır. Bunu bilin. 9-cu sinif biologiya birinci hissə. İlk öncə birinci hissə ilə başlayaq. Formatı gözəl, şəkli, üzü gözəl. Həmişə bilirik ki, yəni dərslik çıxararkən üzünü normal eləməlidirlər. Burada yəni baxsaq bu üz, yəni normal. Hətta ikinci hissədə yəni məncə rəngləri uyğun tutulubdur. Yəni psixoloji cəhətdən də baxmaq lazımdır. İlk öncə tanışlıq, öyrəncilərinizi yoxlayın. Aha, gəlin başlayaq. Birinci yəni belə baxıram üzündən görüm nələr var. İnsan sümük fəzəli sistemləri, sinir və endokrin sistemi, analizatorlar, ifrazat sistemi. İlk öncə birinci hissənin haqqında deyim nə deyəcəyimi. Birinci hissəm indi hal-hazırda özündən keçdim və mənə görə birinci hissə 8-ci sinifin davamıdır. Yəni bunu hamı yəni heç kim oturub deyə bilməz ki, məsələn məndə 8-ci sinif biologiyanın köhnə versiyası, 3 dənə 8-ci sinif biologiyanın köhnə versiyası var və hamısını qoysunuz qoyun, üçü ilə də uyuşacaq bu. Üçü ilə də uyuşacaq. Çünki üçü də 8 sinif mövzularıdır. Analizatorlar, ifrazat sistemi, dinsel sistemdən əvvəl gəlir, sinir və endokrin sistemi, birinci sistemdir ki, biz öyrənirik. 8-ci sinifdə əslində insan sümük fəzəli sistemləri ikinci, üçüncü yerlərdə deyəsən çox yadımda deyil. Baxmaq lazımdır. Yəni qısaca bir mənfi cəhəti budur ki, ümumiyyətcə əvvəlcədən 7-ci sinifdən bunları eləməlidir. 7-ci sinifdən başlanğıcı səhv qoydunsa sən, artıq qurtardı. Təbii bura qədər səhv gedəcək. Yəni bu mənfi sistemi. Normal insan əzələ və burada birinci mövzumuz insan sümük və əzələ sistemləri, sümüklərin quruluşu. Mövzu üzrə yəni çox da belə şeyim, yəni mənfi cəhəti yoxdur. Qəşəng şəkillərlə təsvir edib, hər şeyini göstərib. Yəni burada bütün şəkillərə baxmaq lazımdır. Diqqətli olun. Sonra burada bir də hamısını göstərib bütün şəkillərə çalışın ki, bu kitablarda bütün şəkillərə baxın. Bu kitabdakı şəkilləri burada vermələrin səbəbi sizin özünüzü istəyirlər ki, siz özünüz araşdırın, tapın nədir deyə. Yəni hamısını versələrdən nə oldu ki də oxuyun, öyrənin də. Yəni bu müsbət cəhət də budur. Çalışın ki, baxın bunlara. Özdə əslində gizlincə burada verirlər ki, görməsin, amma xeyr, baxın. Sonra insan skeletin quruluşu. Qəşəng baxın, bu şəkli vermələri çox əladır. Mən sevdim. Yəni belə bir skeleti vermək insanlara, yəni skeleti öyrənməyə kömək eləyir. Yəni birisi 9-cu sinifdə həmçinin önəmli siniflərdən biridir. Burada onlar haqqında danışır, heyvanlarınkini danışır. Bir də mənfi cəhəti odur ki, heyvanlara ayrı vermir, anatomiya ilə qatır. Düzdür, müsbət cəhət də var bunun qatması səbəbi, yəni müsbət cəhət də var ki, uşaq fərqləndirir, yəni heyvançı hansıdır, insançı hansıdır. Amma mənfi cəhət isə saat ikisidir. Yəni bunu əvvəlcədən ver, əvvəlcədən hamısını ver, qutarsın keçsin də. Sonra istədiyi kimi uşaq anatomiya oxusun. Uşaq bilmir anatomiya oxusun, bilmir zoologiya oxusun. Yəni xəstəliklər, skalyoz. Baxın bu şəkillərdə 8-ci sinif biologiyasından götürmüş şəkillərdir. İndi açıb baxsanız, yəni bunun başqa formatda da görə bilərsiniz. Və həmçinin uşaqların sevmədiyi mövzulardan biri, hətta müəllimlərin belə zəhləm getdiyi mövzulardan biri elm texnoloji həyatdır. Bəli. Yəni müsbət cəhəti çoxdur. Uşaq öyrənir, başa düşür. Yəni dünya görüşü artır. Çünki 8-ci biologiya kitablarında belə bir şey, yəni çox az rast gəlinir. Amma bunları bilmək qəşəngdir. Mənfi cəhəti isə dediyim kimi vaxt itkisidir. Yəni uşağa götürüb bu boyda cümləni deməyin yerinə şəklini göstərərsən, deyər, qısaca mənasını verib qurtarıb keçərsən də. Buna niyə 1 saat verirsən ki? Bu da xülasə. Xülasə vermələri də yaxşıdır, amma bəzən elə vaxt olur ki, xülasələri pis olur. Yəni xoşuma gəlmir xülasələri. 2-3 dənə şey verirlər, qurtarır gedir. Tapşırıqlar da çox qəliz olur. Yəni bildiyiniz məsələn kimyaya baxsaz, fizikaya, əsas fizika. 9-cu sinifdə fizikaya baxacaq. O qədər qəliz olur ki, qəliz dəkin, yəni test topusuna götürmüş suallar heç birinə aid deyil. Amma məsələn biologiya sualları pis deyil, yaxşıdır. Sinir endokrin sistemi
Baxaq, bax yenə görsüz heyvanları verir. Nə olar ki, bu heyvanları əvvəlcədən hamısını versəz bir bölmə, sonra qurtarır. Normal bildiyimiz bunları keçək, keç. Bu nə şəkildir? Hə. Bax bu da qəşəngdir. Sonra bu da bildiyimiz. Bax bunların hamısı əslində 8-ci siniflərdir. Bax bunların hamısı 8-ci siniflərdir. Əslində 8-ci sinifdir. Sadəcə bax bu da qəşəngdir. Məsələn, eyni şəkil 8-ci sinifdə var. Gedin açın 8-ci biologiyası olanlar, eyni şəkil. Axırıncı bölmələrə gedin. Oralarda olacaq 100%. O beyin analizatorlar bölməsində gedin, ola bilər. Oralarda olsun ya da sinir endokrində də ola bilər. Amma mən inanmıram sinirdə olsun. Aha, bu belə gözəl. Elm texnologiya həyatdan əvvəlkidir. İnsulin pompası. Xülasəni belə verib tapşırıqlar. Analizatorlarda həmçinin bax dediyim kimi baxın bunlar vardı kitabda. Hamısı 8 sinif kitabında var dediyim kimi. Biraz gedək gəlin bunları bildik də. Bunları bildik. Baxın görüm ifrazatı necə verib. İfrazat mənə önəmlidir görüm o necə. Çünki 8 biologiyada bu biraz ilk mövzulardan biridir. Baxın görürsüz ki, yenə bunu verir. Nədir bu? Yassı qurdlarda. Yassı qurdlarda böyrək. Yəni bunun verməsinin mən heç vaxt səbəbini başa düşmürəm. Valla əvvəlcədən ver, qurtarsın getsin də. Baxın, həm də müsbət cəhəti budur ki, fərqləndirir. Baxın görürsüz. Yəni deyəcək ki, uşaq mənim quş daha bənzəyir. Bəli, çünki quş məməlidir. Quş məməlidir. Bunun 3 dənəsi var, bu 3 dənəsi. Yəni çox da yəni belə fərqliyi yoxdur. Bax eyni şəkil, eyni şəkil. Bunlar nə? Sidik hissəsi, aha. Bir dəqiqə, burada bir dənə şəkil gördüm. Bax, uşaq burdan nə başa düşsün? İndi mən bilmirəm bu 8 sinif kitabında vardırmı, yoxdurmu? Ondan indi müqayisə etmək lazımdır. Yəni burdan başa düşmək ən çətin bir şeydir. Nə deyir? Kapillər qan gəlir, sonra natrium xloru alır, zəhərli maddələr alır, H karbonatı çıxarır, H2-onu çıxarır, qlukozamid turşusu gedir, burdan gəlir, penlə ilgili gedir, H2O burdan gedir. Uşaq bilmir burada kimya oxusun, ya fizika oxusun, ya biologiya oxusun. Nə qəribə şeylərdir. Bu belə. O birisində şeydir də, o birisində baxmayacağam dərslərə, xülasəyə baxacağam. Oradan biləcəkdə yəqin nədən bəhs edilir. Çox da üstündən keçməyəcəm. Baxaq ikinci hissə. Hə, ikinci hissənin şəkli belədir. İkinci hissə metodik vəsaitdə yəni bunlar şeydir, onlara baxmağa ehtiyac yoxdur. Fotosintez və tənəffüs. Ən önəmli mövzulardan biri fotosintez və tənəffüsdür. Yəni bunlar çox önəmlidirlər. Düşmə ehtimalı da var imtahanlara. Və mən fikirləşirəm ki, 9-cu sinifdə bunların verilməsi yaxşı bir şeydir. Çünki bu arada bir ola bilər ki, başqalarına fərqləndirsinlər. Baxın maddələr, müharibəsi fotosintez yox, bu ola bilər. Çünki 10-cu sinif mövzusudur, amma ola bilər. Yəni 9-cu sinif başa düşər bunu. İnsiyyət və hüceyrə bölünməsi ən önəmli. Baxın, həmişə yadda saxlayın. Bunların taktikaları budur. 9 sinif, 8 sinif fizik qanadçının termodinamika neçənci bölmədən başlayır? İkinci hissənin ikinci yəni bölməsindən başlayır. Bunda da belədir. Baxın ikinci hissənin ikinci bölməsi. Əsl 9-cu sinif. İnsiyyət və hüceyrə bölünməsi. Görürsüz? Əsl 9-cu sinif budur. Təkamül və dəyişən. Düzdür, təkamül 9-cu sinifdə bilmirəm, tam keçirilmir, amma 10-cu sinifdə dərindən keçirilir. Sonra insan fəaliyyəti və ətraf mühit. Bütün bioloji kitabların hamısının axırında bunlardan mütləq və mütləq olmalıdır. Çünki uşaq başa düşməlidir ki, ətraf mühiti çiynənməmək lazımdır. İndiki nəslə heç güvənmək də olmaz. Bu belə, biraz belə buralardan keçək görək, gözümə dəyən olmayacaq. Bir baxım görüm. Məncə yox. Elə normal bildiyimiz. Ha, bir dəqiqə. Bir dəqiqə. Oy. Bir dəqiqə. Ha. Metafaza, amilaza, profaza, telefaza, hə, metoz, meioz və mitoz bölmə. Hə, yaxşıdır, verib. Tamam. Axır, yəni xülasə. Kitabdakı kimi mən də xülasə verirəm. Xülasə olaraq yenə həmənki kimi öz bildikləri kimi eləyiblər. Yəni mənim iradım odur ki, təklifim odur ki, əsl 9 sinif çıxarsınlar. Yəni əslində sizin səhviniz idi. Yəni ən başdan sizin səhviniz olub 7-ci sinifdə əsl mövzuları verməmək. Əsl mövzuları verməsəz uşaq qurtardı. O dağıldı da. Yəni ondan sonrası ancaq səhv gedəcək. Ya öyrətməməlisən, ya da öyrətməlisən. Əlbəttə ki, öyrətməlisən. Öyrətməməlisən seçimi yoxdur ki. Yəni məcbur bura qoyacaq da, başqa seçimi yoxdur. Əslində özü qəbul edib fikir versəz, nədir, heyvanları qoyur. Görürsüz səhvini qəbul edib heyvanları qoyur. Əvvəlcədən qoysaydı yetiribdi, belə tətbiq çəkməyəcəkdi və sağ giz olmayacaqdı. Əksinə uşaqlar daha da böyük məlumatlar yəni götürəcəkdilər heyvanların əvəzinə. Ya da əvvəlcədən heyvanlara bir bölmə verin, qurtarsın getsin də, yəni ya 2 bölmə, ya 1 bölmə. 10 üzərindən buna 7 verim. 7, 6. Yəni də pis deyil. Yaxşıdır, pis deyil. Aha,
İndi bir dəqiqə, burdan bir dəqiqə. Necə burdan baxaq. Fizikaya başlayırıq baxmağa. Görək fizika necədir. 9 fizikanın üzü, gözlüyüm burdan qarşıma çıxsın, göstərəcəm sizə. İndiki 9 fizikanın üzü, indi baxın. İndi bunlara baxacaq. Baxın bu. İndi göstərəcəm. Bir dəqiqə gözləyin. Bir dəqiqə. Buralarda olmalı idi. Hə. 9 fizikanın üzü belədir. Gördüyünüz budur 9 fizika. Bu da metodik vəsaiti, bu da 9 fizikadır. Aha. İndi baxaq. İndi üzlərini göstərirəm. Belə bir şeydir. Çox qəşəng üz qoyublar. Mən bəyəndim. Yəni hətta biologiyadan belə qəşəng üzdür. Çünki üz 9 yəni fizikaya bənzəyir. Yəni çox da bənzəməsə də, yəni də əlaqələndirmək olar. İndi baxaq. Bir dəqiqə üzrlü sayın. Xülasəyə baxacağam, çox uzun keçməyəcək. Baxaq. Görürsüz, bunu belə verməsi, görürsüz, yəni fikir versəniz ki, xülasəni biraz fərqli veriblər. Həmçinin 9 fizikaya da baxsaz, xülasənin digər mövzuları. Xülasə deməyək, möndərəcat. Möndərəcatı digərlərinə nisbətən fərqli olur. 9-da, 10-da, 11-də, 8-də, 7-də biraz ola bilər eyni olsun. Görürsüz, burada da fərqli veriblər. Yəni bəlkə bu bizə xəbər verə bilər ki, həqiqətən 9 verir. Görək də. Metalların elektrik kəsici. Bəli, çox yaxşı mövzu 9-cu sinifə, əsl 9-cu sinifə düşüb. Qazlarda elektrik keçiriciliyi 9-cu sinif, yarım keçiricilər 9-cu sinif. Maqnit sahəsi 7-də keçdi, amma üzündən keçdik, çox deməyim belə. Maqnit sahəsi, elektrik cərəyanı maqnit sahəsi 9-cu sinif. Maqnit sahəsinin cərəyanı naqilə və hərəkət döndürücü üzərində 9-cu sinif. Bir dəqiqə, mən ikinci hissəyə baxıram. Yoxsa birinci hissəyə baxıram mən. Bir dəqiqə təzədən baxaq gəlim. Elə birinci hissədə başqa şey olmalıydı axı. Yox, birinci hissədir. Nəysə, yaxşı. Birinci hissədir də, baxım. Bu ikinci hissədir. Bir dəqiqə. Bir dəqiqə dayan görüm. Bir dəqiqə. Və mən buna basıram, axı niyə ikinci hissə çıxır ki? Birinci hissə PDF. Və bu ikinci hissədir axı. Dayan görüm, buna basaq görək, bəlkə bunda birinci hissə verəcək. İkinci hissə PDF. İkinci hissə. Yox, bir dəqiqə verməlidir axı, mən baxmışdım bunlara. Özündən bir dəfə keçmişdim əvvəlcədən. Yox, birinci hissə verməlidir, qətiyyən. İkinci hissə böyük. Nəysə, ikinci hissəyə baxaq. Yarımkeçilər 9, maqnit sahəsi 9, elektromaqnit induksiyası 9, maqnit sahəsinin hamısı 9-dur. Əla. Üzündən bir dənə keçim. Baxaq. Əla. 9. Hamısı 9-dur. Bax, fikir verirsiniz. Hamısı. Yəni bir dənə 8. 8 düzdür var. Deyək, məsələn, burada bir dənə belə bir şey ver, gözümə dəydi. Fizika 7-ci sinif dərsi elektrik cərəyanı gərginliyi. Yoxsa elektrik cərəyanı 7-ci sinifdə keçmişik içindən. Amma əslində 8-ci sinifin axırlarında keçməli idi. Əksinə, 8-ci sinifdə yox, 9-cu sinifdə keçirik. Məsələn, işi 8-ci sinif mövzusudur. Amma 9-a keçmələri yəni pis deyil. Ola bilər. Yəni keçə bilərlər. Çünki əlaqələndirmək üçün o bizlərlə. Hə, bu da önəmli mövzulardan biridir. 8-ci sinif mövzusudur. 9-da veriblər, problem deyil. Bunlar çox da problem deyil. Əsas bunlardır. Baxın, bu qazlardır, qazların boşalmasıdır. Bunlar veriblərsə, hə, su əladır. Baxmıram qalanına. Mənim ağlımda idi, demək, birinci hissə necə idi? İndi düzdür, burada yazıb. Baxın, birinci hissə optika. Optika sahəsi. Görürsüz, əslində bu ikinci hissədə verməlidirlər, əksinə. Birinci hissədə bunu verməlidirlər, amma nə bilim, veriblər də, heç bir şey olmaz. Optika, görürsüz, işığın sürəti və onun ölçülməsi, kölgənin yayılması, müstəvi güzgü, optika, işığın sınması, optika, sonra ikinci hissə cərəyanlar, hə, bu ikinci hissədir. Görürsüz, optika. Deyəsən, yadımda qalmayıb, elə optika idi hamısı. Bilmirəm, mən görməmişəm deyə. Görmüşəm, amma yadımda qalmayıb. Yəni optika olması əla. 10 üzərindən 9 verirəm. Mənfi cəhəti odur ki, həminki dediyim kimi kitabın dəyişilməsi, üzü bəzi səhvlərdə var idi içində. Onun üçün optika sahəsi, yəni bu olması yəni önəmlidir. Əla, yəni mövzular oturub bir-birinə. İndi gəlin baxaq kimyaya. İndi hal-hazırda 9-cu sinif kimya göstərim. Baxın budur. Üzü budur 9-cu sinif kimyanın gördüyünüz kimi. Hətta məndə evdə də var. Bundan işlədirəm orada. 8-ci sinif kimyada budur. Mən 8-ci sinif kimyanı görəndə həyəcanlanmışdım ki, yaxşı olacaq. Amma belə də bəzi mövzular yoxdur içində.
Görək bu ikinci hissə verməyəcək bizə. Görək bu verməyəcək. Maraqlıdır. Niyə orada vermədi ki? Mən baxmaq istəyirdim. Nəysə, yaxşı. Ha, yox, birinci hissə verdi. Yaxşı. Yenə həmən kimi. Aha. Maddə miqdarı. Vso. Bax, burdan başladı bizi demək ki, yox, pis gedəcək. Maddə miqdarı mən sizə deyim də, lap 8 də deyir 7-ci sinif mövzusudur. Əvvəlcən 7-ci sinifdə keçməmələrin səbəbi budur. Baxın, indi səhvlə qəbul edirlər ki, hal-hazırda yəni bizə mesaj göndərirlər ki, elə bil belə deyək də, evindən mesaj göndərirlər ki, yəni maddə miqdarını verməmişik, üzrlüsən indi veririk, təpələnə dəysin. Nəysə də, çox şey eləməyəcəm. Maddə miqdarı 7-ci sinif mövzudur əslində. Yəni indi vermələri lazım deyildi. Əslində 7-ci sinifə versəz bunu başa düşər. Yəni asan mövzulardan biridir. Kimyəvi formula təmin edəcək hesablamı 7-ci sinif mövzusudur. Sonra termokimya. Termokimya 9-da yoxdur. 9-da termokimya yoxdur. Termokimya məncə 8 var, 7 var içində. Mən əvvəlcədən oxumuşam bunun bir hissəsini. Yəni maddə miqdarı falan da. Yəni bunlar 7-ci sinif, ancaq elə 7-ci sinif. Amma qəşəng izah eləyib ha. Çox əla izah eləyib. Yəni bunu başa düşməyən uşağa nə deyim də. Hər cür izah eləyib. Termokimya da var burada. Kimyəvi hesablamalar, termokimya. Burada hətta məsələlər verib, özü izah eləyib niyə məsələ belədir. Düzdür, özündən göp çıxarıb biraz da. Amma bəziləri var ki, hani yox, normaldır. Mən sevdim. Yəni mən abituriyent olaraq, abituriyent deməyim, orta məktəb şagirdi olaraq bunu sevdim. Sonra burada biraz qəliz veribdi. Amma yenə də baxın məsələləri izah eləyib, baxın nümunə gətirib bunlara aid. Hamısını göstərib. Bax həmişə burdan xoşum gəlir. Baxın kimyada, fizika, biologiya. Bax bu üst hissəsinə xoşum gəlir. Onlara aid məsəl çəkir həmişə. Bu uşağın yəni fənləri tətbiq etmək üçündür. Həyatda tədqiqatı. Belə, qəşəngdir. İndi baxın gəlin baxaq. İkinci hissə. Kimya fənni 9-cu sinif. Üzü əla, üzünü çox sevdim mən. Yəni bu da qəşəngdir. Bir dənə aralarında üzü yaxşı olmayan biologiya idi. Yəni bunların üzü yaxşıdır. 9-cu sinifdə yaxşıdır, yəni pis deyil. Düz ChatGPT ilə düzəldilmiş kimi görsənir, amma yaxşıdır. Gəlin baxaq. Metallar. Metallar əla verilib. İndi bir dəqiqə bunun üstündən keçəcəm, çünki burada da bir bəziləri xoşuma gəlmədi nəsə. İndi baxacağam. Metallar 9-cu sinif mövzusu, hava və su 7-ci sinif mövzusu. Yenə 9 verirlər, sonra keçirlər 7-yə. Hava və su 7-ci sinif mövzusudur. Sudandır, oksigendir, hidrogendir. Bu mövzuların hamısı 7-dir. 7-də keçirilir. Hətta reaksiyalar belə 7-də keçirilir. Hava və su 7-dir. Amma vermələri yaxşıdır. İndi vermələri yaxşı deyil, amma yəni indidən vermələri yaxşıdır. Çünki onda da saxlamasınlar. Bunu 10-cu sinifə nə var ki bunda? Qeyri-metallar. Bəli, 8-ci sinif mövzusudur, bəyəndim. Üzvü birləşmələr. Yadda saxlayın deməyim də 9-cu sinif kimya kitabını indi hal-hazırda açın baxın. Üzvü birləşmələr hamısından çoxdur. Hamısından çox deməyək də, belə deyim, yəni çoxdur, dəhşət çoxdur. Orda yəni çox qəşəng izah eləyiblər. 10-cu sinifdə vapse qəşəng izah eləyiblər. Amma məsələn burada baxın fosil yanacaqlar, karbohidrogenlər, kreket, spirtlər və karbonhidratlar çox da ağırdır. Görürsən 3 dənə mövzu veriblər bu boyda. Bu boyda yerə isə 4 dənə mövzu. Üniversitet tapşırıqlar, xülasə, layihə, elm texnologiya, ay Allah evidir. O boyda 2 mövzu, 3 mövzunun yerinə verərdim başqa bir şey də. Bax metallara gəlin baxaq. Nə verib? Metalların alınmasını verib. Sonra burada nə verib? Bir dəqiqə. Sonra bir 2-3 dənə də reaksiya verib. Nəysə buna da şükür. Buna da şükür. Buna da şükür. Qələvi metallar burada göstəribdir burada. Bu yaxşıdır. Burdan göstərib. Sonra buna ərimə temperaturu metalları verib, kalsium verib, suyun çoxluğu. Tamam. Sonra burada keçid elementləri çuqun və polad istehsalı. Burada da verib. Verib. Yo. Pis verməyib, yaxşı veribdir. Pis verməyib. Korroziyanı da verib. O elm texnologiya. Bax bu boyda şeyin yerinə hələ buna baxın. Siz açın, 9-cu sinifə baxın, o qədər reaksiya var orada, o qədər qəşəng məsələlər var. Bəyənmədim. Metallar bölməsini bəyənmədim. Hava və su. Baxın, hava haqqında danışıb. Yaxşıdır, danışsın, uşaqların barı şey atar, dünya görüşü. Havanın almasına bir dənə reaksiya verib. Hava deyirsən, yəni suyun, oksigeni. Sonra nəcib inert qazlar. Nəcib qazları 8 sinifdə keçib. Bir dəfə kovalent birləşmələrdən 1-ci səhifəsində deyibdi onun haqqında. İndi isə təzədən keçir. İndi isə yəqin alınmasını keçir. Məndən nəsə niyə keçir bilmirəm.
Fosil yanacaqlar, qurğuşun karbon dioksid əmələ gəlməsi zərərli təsir, kükürdün əmələ gəlməsi. Yəni bir dənə də reaksiya verməyibdir. Az, çox az reaksiya verib. Sonra burada nə verib? Reduksiya prosesləri. Həm işlənmiş qazların katalik çevrilməsi. Nə olar ki, buna bir dənə şey versən, reaksiya versən? Su. Sxem göstərib, reaksiya ver də, ölərsən reaksiya versən. Məsələn, baxın, bura biraz diqqətlə baxsaq, elə bil ChatGPT ilə yazılmışıq. Nəsə yaxşıdır, yenə də ChatGPT ilə düzəlsin. Nə ilə düzəldə düzəlsinlər, mən ona bir şey demirəm. Yəni tək ki, qəşəng olsun dərslik. Görürsüz, baxın, tapşırıqlara baxın, görürsüz. Bilmirik ekonomiya keçək, bilmirik fizika keçək, bilmirik qrafikdən bir şey eləyək. Heç 9 il, yəni belə olmasını heç gözləmirdim mən. Qeyri-metallar, halogenlər göstəribdir burada hamısını. Hətta bir dəqiqə, burada belə bir şey də göstərib. Bir dəqiqə. Bir dəqiqə. Burada belə bir şey də var idi. O oxumuşdum. Demişdi 8 il mövzuların üzərindən keçin. O deyəsən hə, o birisində idi. Deyəsən o birisində idi mən belə. Hə, o birisində. Yox, 7 sinifdə idi. 9 il fizikada idi o. Yəqin üstündən keçmişəm. Hə, yəqin ki. Baxın, bunlar da belə normal halogenlər izah eləyib, reaksiyalar da göstərib. Bu bölməni bəyəndim. Gah bəyənirsən, gah bəyənmirsən, gah bəyənirsən, deyəsiniz ki, gah bəyənirsən, gah bəyənmirsən. Buna bax, maşallah, qəşəng veribdir. Tamam. Baxaq indi üzvü birləşmələrə. Fosil və yanacaqlar haqqında danışır və 9 ifdə də elə danışırdı. Karbon atomları, hə, burada bunlar, hə, olar. Verib əla, gözəl, veribsə yaxşı. Veribsə, yəni şükür Allaha. Metan, etan və düz 9 if belə 9 ifdə də belə verib, metan verib, etan verib, propan. Sonra burada göstərib butan, heksan, puntan, heptan. Formulu baxın budur. Yəni bilmiş olun. Propilen, etilen. Sonra burada kracking haqqında məlumat verib. Sonra reaksiyalar göstərib, polimerləşmə. Sonra halqaların qırılması, spirtlər və karbon turşuları, etan, metal spirti, metan, etil spirti, bəli, qəşəng. Sonra metan, sirkə turşusu verib, yəni verib. Ev texnologiya həyatda məncə yaxşı bir şey verər. Çünki üzvü birləşmələrlə bağlı çox yəni şey var. Çox danışa bilərsən onun haqqında. Burada da 14 dənə tapşırıq veribdir. Burada yəni çox da yorulublar. Elə bil burada yorulublar da deyiblər ki, neyin siz özünüz eləyin burada oturun neyin. Sözlüyündə də sözlüyünlə yəni kitabın ən yaxşı yerlərindən biri sözlük olması. Çünki çox vaxt elə sözlər olur ki, uşaq başa düşə bilmir nə deyir bu. Məsələn, keçid metallar 3 və 12-ci qrup oxuyamadım elementlərdir. Etilen C2H4 alkenlərin ən sadə nümayəndəsidir, göstərir. Sonra alkenlər, alkanlar, çuqum, akvivirlər. Aha, başqa görməsə qaldı. Baxın, bu da üzü. Birinci hissənin üzü, bu da ikinci hissənin üzü. Demək, fizikaya verdim, puanımı demədim ona. Fizikaya hə, onda 9 verdim. Kimya isə onda yenə biologiya kimi 7. Çoxu 7, elə dediyim kimi, onda 7 verirəm. Elə siniflərdə də 7 var içində, 8 də var içində. 8 azdır, amma 7 var. Mütləq və mütləq 7 var. Moldur, hava və sudur 7-dir. 9-dan azdır. Demək olar çox azdır, dəhşət azdır. Elə öz səhvləri onlardır da ki, 7-ci sinifdən verməyib. Yəni dediyim kimi, buna da onda 7 verdim. Demək, ortalama nəticə biologiya onda 6, fizika onda 9, kimya onda 7. Aralarında ən yaxşısı fizika idi ki, hansı ki, yəni özünə aid vermişdi. Çünki o əvvəlcədən verdi. Düzdür, o səhv eləmədi. 7-ci sinifinkini düzdür vermədi, amma əvvəlcədən 7-ci sinif mövzularını 8-də keçdi deyə o rahatdır da, verdi onu. Ola bilər biraz videonun bəzi hissələri qara olsun, qəşəng görsənməsin, amma tək ki mənim sözlərimə qulaq asasınız, baxsasınız, yəni kitabdakıya, yəni başa düşərsiniz mənim nə dediyimi. Hə, demək biologiya onda 6, fizika onda 9, kimya onda 7. Ən qəşəng arasına fizika dediyim kimi 8-ci sinif fizikanı əvvəlcədən 7-ci sinifdən qatdıq üçün, yəni o rahatladı da, 9-u verə bilər dedi. Bu qədər. Yəni deyəcəyim bu qədərdir. İnşallah 10-cu sinifdə dəyişməzlər dərsləri, pilot layihələri. Yəni biz niyə pilota düşdük bilmirəm. Da bizim mövzumuz var idi. Camaat 9 öyrənib biz qalmışıq belə görürsən. Nəysə, 24 dəqiqə danışdım demək olar. 24 dəqiqə olar, 25 dəqiqə. Sağ olun, sağ salamat qalın.